Belə. Görüm indi görsənin. Hə, indi görünəcək. Sağ ol. Yaxşı yadıma saldın mənim. Deməli, burada 4-cü qrup yenə deyirəm. 4-cü qrupun qəbul suallarıdır. Spirt fenoldan qəbula düşmüş suallardır 4-cü qrupda. Onların, belə deyək də, izahına baxırıq biz. Belə, birinci sualdan başlayaq. Birinci sualda bizə nə deyir? Bizə deyir ki, burada X keton əmələ gəlir. Biz 2 oksidlə, belə deyim də, keton əmələ gətirir spirtlər və olur ikili spirt. İkili spirtlər keton əmələ gətirir. Gəldik bu yan tərəfə. Duz əmələ gətirirsə, bu turşudur. Aldehid əmələ gətirirsə, bu birli spirtdir. Yəni, biz 2 oksidlə. Gəlin, ikili spirt, məsələn, bu birli spirtdə olmayacaq. İkili, turşu və birli. İkili, baxın, OH-ın birləşdiyi karbon ikilidir. Çünki 2 karbona birləşib. Və bu turşudur, bu da birli spirtdir. Buradan da əmələ gətirəcək. Nə? İkili spirt, keton, duz, buradan da turşudur. Bu variantımız budur, uşaqlar. Gəldik, növbəti sual. Bizə növbəti sualda nə deyir? Bizə verib burada 3 ədəd ikili karbon atomu olan, 3 ədəd birli karbon atomu olan doymuş 2 atomlu spirt verib bizə və spirtin formulunu soruşur, uşaqlar. İndi gəlin baxaq. Birinci qrup sabah inşallah. Salam. Bəli, olacaq inşallah. Olacaq. Əlaqə saxlayarsınız. Kanaldakı nömrə ilə əlaqə saxlayarsınız. Buradakı məsələ nədir? Burada da verilib. Doymuş 2 atomlu spirtlərin formulu budur. CnH2-nin üstəgəl 2O2 və yaxud da CnH2-nin OH2 də ola bilər. Buradan 14-in üstəgəl 34 ümumi formuldur. İndi burada nədir məsələ? Heliuma görə nisbi sıxlıq məsələsi var. Deməli, heliuma görə nisbi sıxlığı necə hesablayırıq? D heliuma görə mx-i bölürdük 4-ə. Buradan da bizə verib 26, buradan da x də bərabəri 104. Gətirib burada yerinə qoyuram 104-ü. 104-ü qoyuruq buradan 70 eləyəcək, n də eləyəcək 5. Yəni biz 5 karbon, məsələn A variantında baxın 6 karbonu var, olmayacaq. Bizə lazım 5 karbonu, bax 1, 2, 3, 4, 5 karbonu var, 2 dənə OH var, 2 atomludur və 3 ədəd də birli karbonu var. Cavabımız B variantı. Davam edeyim uşaqlar. Üçüncü sualda bizə nə deyir? Bir əsası doymuş karbon turşusunun deyir. Turşusu ilə etil spirtinin reaksiyasına 20,4 qram mürəkkəb efir əmələ gəlib. Bir də 3,6 qram da su. Turşunun nisbi molekul kütləsini bizdən soruşur. Deməli, biz nə edəcəyik? Doymuş bir əsaslı karbon turşusuna baxaq. Doymuş bir əsaslı karbon turşusu. Turşu, bilmirəm az. Turşu yazacağım sadəcə. Buradan yazacağım üstəgəl spirt. Buradan əmələ gəlib deyir mürəkkəb efir və təbii ki su əmələ gələcək. Bu bizim ümumi sxem reaksiyamız. Deməli, gəlin baxaq. Mürəkkəb efiri bizə verib 20,4. Suyu verib 3,6 reaksiyadan alınan. Burada spirt etil spirtidir. İndi burada bir məsələ var da uşaqlar. Baxın, su normalda 18-dir. Etil spirtin də emeri 46-dır. Baxın bura. Neçə dəfə? 5 dəfə az verib. Deməli, buradan nə olacaq? Bu da olacaq 9,2. Çünki baxın, 0,2-yə vuracam. Burada turşunun nisbi molekul kütləsini soruşur. Buradan 3,6, 20,4-dür. Baxın, 20,4-ə 3,6-dırsa,
18'ə bu da olacaq x. Buradan x eləyir 102. Yəni mürəkkəb efirin də emeri olacaq 102. Buradan da bu turşunun da emeri olur 14 üstəgəl 32. Buradan da 14n üstəgəl 32 bərabərdir. Bu cəm əslində bu cəmə bərabərdir. Yəni bu toplayanda 120 çıxılsın 46. Buradan da 14n. Buradan 32'ni o tərəfə keçirəndə nə olacaq? 46 ilə 32 eləyəcək. 120 niyə yazdım? Burada 102 yazmalıyım. Gəlin baxaq da buradan. 102-dən 46 çıxanda gəl 32 bərabərdir. Neçə olacaq? 6. Orada da 56 mı eləyir? 56. 14 bərabərdir. 56'dan da 32 çıxanda 20'dir. Burada nə səhv yazdım? Bir dəqiqə. Tam doğru bir dənə yazaq. Nəysə səhv yazdıq. Hesablama səhvimiz var buradan. Deməli turşunun kütləsi x götürün burada mən. Üstə gəl spirt 46'dır. Bərabərdir 120. X da bərabər 120 yox 102. 102'dən də 46'nı çıxaq uşaqlar. Neçə eləyəcək? 102'dən 46 çıxanda. 6, 56 eləyir axı. Bu niyə düzgün cavab çıxmadı? Mən nəyi səhv elədim burada? 18, 102, 118 var da burada. Allah Allah. Nəysə yorğunçuluqdandır bu damız. X üstə gəl 46 bərabərdir 120. X da bərabər 74. 74 mi eləyir? Bəli, 74 eləyir. X da buradan eləyəcək. Yəni, buradan necə hesablayacağım? 14'ün üstə gəl 32 bərabər 74. 74'dən 32, 42. N də bərabərdir 3. Bizə nə soruşur? Nisbi molekul kütləsi ilə 74. A variantı. Səhərdən burada qatdıq, qarışdırdıq aləm bir-birinə. Kanalda var birinci qrupun mövzu eləyirəm. Bu kitabdan deyil, bu qəbul suallardır. Yəni qəbulda düşmüş suallardır uşaqlar. Yəni 4-cü qrupun qəbulunda düşmüş spirt və fenola aid suallardır. Yəni hər hansı bir kitabdan deyil. 4-cü sual. Dördə baxaq. Hansı maddə həm natrium OH, həm də CH3OH ilə birləşmə reaksiyasında daxil olur deyir. Buna baxmaq lazımdır. Burada da baxaq da məsələn natrium hidroksidlə, məsələn spirtlə spirt olmayacaq. Fərqli bir birləşmə əmələ gətirəcək. Yəni birləşmə deyil. Yəni ən azından 2 spirt sadə efirdir. Bir atom spirtlərlə də qələvlər reaksiyaya daxil olmurlar şu an. Buradan da nə edəcəyik biz? Birləşmə reaksiyasıdır. Baxın, nitrat turşusunun natrium hidroksidlə mübadilədir. Bax, CO ola bilər. Çünki natrium OH üstə gəl CO. Buradan alacaq HCO natrium. Belə bir birləşmə alınacaq uşaqlar. Bəli, birləşmə reaksiyasıdır. CH3 OH-ın da CO ilə reaksiyası var. Buradan da CH3COOH deyə belə bir birləşmə alınacaq. Yəni birləşmə reaksiyası alınacaq. Belə. Yəni cavabımız orada olacaq CO.
Bir dəqiqə. Davam edirik uşaqlar. Növbəti 5-ci sual. 5-ci sualda bizə nə deyir? 5-ci sualda deyir ki, bu reaksiya verir. Mis 2 oksidlə reaksiyasıdır. Buradan da bu ikili spirt olduğuna görə buradan alınan maddəmiz CH3C 2 qat O CH2 olacaq. Bir də mis və su alınır. Bu ketondur, asetondur uşaqlar. Sigma deyir ki, reaksiya üzrə maddədə azalan nədir? Məsələn, bizdə üzvü maddədə deməli bu ikili spirt idi. Alınan maddədə oldu keton. Buna baxmaq lazım. Deməli, burada azalan nədir? Sigma rabitələrin sayı. Bəli, azalacaq. Çünki baxın, burada ümumi formula baxanda C3H6O'dur. C3H8O daha doğrusu. Salam. Səhv deyirlər. Elə bir şey yoxdur. Yəni, heç kim deyənməz ki, o kimya necə olacaq. Belə. Burada necə olacaq? Burada C3H6O'dur. Burada sigma rabitəsi. Burada 12 ümumidən 1 çıxıram. 11 dənə sigma var. Ümumi atomdan 1 çıxanda ümumi sigmadır. Burada da ondan 1 çıxanda 9 sigma. Azalacaq. Bizdən azalan. Bəli, 1-i götürəcəm. Karbon atomlarının sayı dəyişmir. 3-3. İkinci karbon atomunun oksidaşma dərəcəsi. Baxaq. İkinci karbon atomu burada -1'dir. Bu müsbət 1'dir. -1 buna qalır 0. Buradan mı? -2'dir oksigen. Bu da 0 olması üçün müsbət 2'dir. Buna ümumi hər ikisinə baxmaq lazımdır. O bir karbonları qarışdırmamaq lazımdır. Bəli, oksigen atomunun sayı burada azalmadı. Əksinə artdı. Bu da olmayacaq. Karbon atomlar sp3 hibrid orbitalların sayı azalır. Çünki bunların üçü də sp3'dür. Burada bir dənə sp2 əmələ gəlir. Ona görə bu da düzdür. Birinci karbon atomunun oksidaşma dərəcəsi burada da -3'dür. Burada da -3 dəyişməyəcək. Hidrogen atomlarının sayı görünür. 8, 6 neyəcək? Azalacaq. Cavab olacaq 1, 4, 6 Y variantı. Uşaqlar narahat olmayın. Azalma söhbətinə olmayacaq elə bir şey. Çətinlik məsələsi. Gəldik 6-cı suala. Hansı maddə molekulunun asimetrik karbon atomu yoxdur deyir. Yəni biz radikalın birləşmə əmələ gələn maddələr. Məsələn, izopropil verib bizə. Gəlin biri yazaq. İzopropil necə yazılırdı? CH3, CH, CH3. Bu izopropildir. 2 dənə izopropil. Və biz də bilirik ki, bu maddə tərkibində asimetrik karbon yoxdur. Çünki baxın, bu karbonun 2 dənə CH3 var. Eyni olmamalı. CH3 var. Bu karbonun buradakı 3 dənə hidrogeni yoxdur deyib. Bəli, birdə yoxdur. Biri cavab kimi götürəcəm. Yəni normal imtahan düşəcək. Ola bilər bir dənə 2 dənə sual nəsə, amma narahat olmayın yəni. İndidən özü stresi salmayın. İkincidə ikili butil. İkili butil CH3, CH2, CH, CH3, CH, CH3, CH2, CH3. Yəni 2 dəfə ikili butili yazdım. İkili butilə baxanda, baxın, burada bu karbona baxanda metili, etili, hidrogeni, ikili butili. Bəli, asimetrik burada var. Bunu götürməyəcəm. Deməli, gəldik 3-cü suala. 3-cüdə ZZ izobutil verib. İzobutil CH3, CH, CH3, CH2'dir. Bunu 2 dəfə yazacağım. Bir dəqiqə.
CH2 bu formada. Bu maddədə asimetrik, məsələn bunun 3 dənə hidrogen var, yoxdur. Bu karbonun 2 dənə CH3 var, yoxdur. 2 dənə hidrogeni, 2 dənə hidrogen, 2 dənə CH3. Bunun da asimetriki yoxdur. Cavab olacaq 1, 3, D variantı uşaqlar. Yox, 20 sınaq o qədər çətin deyil. Yəni ən azından situasiyaları, yəni normal qəbuldan asandır. Siz situasiyaları ən çox şeydən işləyin. Yəni bu DİM-Test Bankının ikinci hissənin sondakı situasiyaları var. Onlardan işləyin. Yəni orada yaxşıdır situasiyalar. Gəldik növbəti bizim 7-ci suala. 7-ci sualda maraqlı sualdır. 7-ci sualda bizə nə deyir? Baxaq. 7-ci sualda bizə verib doymuş bir atomlu spirt. Və deyir, tərkibindəki karbon atomlarının sayı 4-dür və oksidləşməsindən əmələ gələn maddədə homoloji sırada 2-dir deyir. Avtomatik bu görsənir ki, mis 2 oksidlə doymuş bir atomlu spirtlər oksidləşəndə keton və ya aldehid əmələ gətirir. Yəni karbon sayından nümayəndə fərqlidirsə bu ketondur. Keton alınsa X-imiz ikili spirtdir. Və 4 karbonu olan spirtdir. Və homoloji burada da 4 karbonu olan keton alınmalıdır. Yəni hansı maddələr ola bilər? Bax, butanol 1-dən aldehid alınır. Götürməyəcəm. İzopropil spirti. Burada 3 karbon var. 4 olmalı. Butanol 2. Bəli, olacaq. İzopropil. Burada izobutildə ikilidir, amma bir dəqiqə buna düzgün baxın. İzobutil deyil. Mən izopropil oxumuşam. İzobutil spirti birli spirt. Birli radikaldır. Birli aldehid olacaq. Düz. 3'ü götürə bilərəm. İkili spirt. İzopropil spirtdə 3 karbon var. Olmayacaq. İkili butil spirtində ikilidir, olacaq. Çünki baxın, ikili butil radikalımız budur. Burada da OH olanda sonra bura keton qrupu gəlir. 4 karbonu var. Asetondan sonraki nümayəndədir. Yəni cavabımız 3 ilə. Əslində butanol 2 ilə ikili butil spirti eyni maddələrdir. Cavab 3-dən 5 olacaq. Sonra 8-ə gəlirik. 8-də bizə nə deyir? 8-də deyir, doymuş bir atomlu spirt və Y doymuş bir əsaslı karbon turşusuna əmələ gətirən Z mürəkkəb F-nin karbonun kütlə payı 40%-dir deyir. Deməli, mürəkkəb efirlər karbon turşuları ilə siniflər arası izomer olduğuna görə bunların ümumi formulu CnH2NO2-dir. Və burada deyir ki, karbonun kütlə payı 40%-dir. Burada 12N 40%-dir karbonun kütləsi. Ümumi kütlə də 14N üstəgəl 16-dır. Bu da ümumi olacaq, belə deyək də 100%. Buna baxmaq lazımdır. Buradan da bu ixtisar eləsəm 2/5-ə, gətir bura vursam 14N üstəgəl 16 bərabərdir. 24, o da 6, 30N. Buradan N də bərabərdir 1 olacaq. Bu da olmayacaq. Mən nəyi səhv yazdım? Deməli 12-ni 2, 24, o da 6, 30. Bu 30. Bir dəqiqə. Bir də təzədən bir də baxaq. Deyir ki, mürəkkəb efir karbonun kütlə payı 40%-dir. Karbon 12N'dir, bu 40%-dir. Normal bir əsaslı doymuş mürəkkəb efirlərdə də 14-ün üstəgəl 32-də də
100%. Bu ilə bu ixtisar gedir. 2/5'e. Belə mi olur? Əslində bunu bu formada da 2/5'də 12'ye vurulanda 14'ün üstə gəl 32 bərabərdir. Neçə olacaq? 30 olacaq. Buradan da n 0 çıxır axı. Nəyi səhv edirəm burada? Mürəkkəb efirdə karbonun kütlə payı 40% olarsa 14 n üstə gəl turşuda 32 40%'dir. Karbonun kütlə payı 12 n'də yox bir dəqiqə bu 100%'dir. Ümumi kütlədir. Bu da 40%'dir. Buradan hesablasaq, bunu açsam sıfırları. Buna səhv yazıram mən bunu. Nəsə keçək o birisinə. Sonra qayıdıb baxarım. 9. Propan, propilen və propanol 2 verib bizə. 1-2-ci mərhələdə adlandırın. Propanla propilinə keçəndə hidrogen çıxır. Yəni bu dehidrogenləşmədir. Dehidrogenləşmə. Propanol 2 gələndə hidratlaşmadır. Yəni su birləşdirmiş olursan. Y variantı. Sonra 10-cu sual. Propanol 2 üçün hansı ifadələr doğrudur deyir. Propanol 2 hansı maddədir? Propanol 2 baxın CH3, CH, CH3, OH. Bu propanol 2'dir. Molekulunda 12 atom var. Gəlin sayaq burada. 4, 4, 8, 10, 12. Bəli, düzdür. Dimetil efirin izomeridir deyir. Xeyr, bu metil etil efirin izomeridir. Qarışqa turşusu ilə qarşı təsirdə olur, bəli. Çünki spirtli mürəkkəb efir əmələ gətirir. 1,3D variantı. 11-ci sual. 11-ci sualda nə deyir bizə? Etan, etilen və etanol verib bizə. Birincisi nə olacaq? Burada məsələn etan C2H6'dır. Etilen C2H4'dür. Bu dehidrogenləşmədir. Dehidrogenləşmə. Burada etanolda C2H5OH su gəlir. Bu da hidratlaşmadır. Cavabımız A variantıdır uşaqlar. 12-ci sual. 12-ci sualda doymuş alifatik monoamin verib. Çünki doymuş karbon atomu sayı eynidir. Monoamin. Aminlər 14'dən üstə gəl 17 olacaq ümumi formu. Çünki kütləsi NH2 üstə gəl 1 NH2'dir formulları. Buradan da 14'dən üstə gəl 17'dir. Doymuş 2 atomlu spirt 14'dən üstə gəl 34'də budur. Çünki CN, H2N, OH2 formulları var 2 atomlu spirtlərin. Bu M'dir, bu X'dirsə, bu da üstünə, yəni M üstə gəl 17 olacaq. 17 fərqimiz var, C variantı. 13-cü sual. X'imiz burada spirt verib bizə. Optik izomerliği vardı X'in. Y'da yox, X'da yoxdur deyir. Y'da var deyir, Z'də də yoxdur. Spirtləri müəyyən eləyin. Bax burada bəli, optiki yoxdur. Burada 2 dənə CH3 var. Bunun optiki izomeri var. Çünki baxın hidrogeni, etili bunda da yoxdur. Elə cavabımız A variantı olacaq. Məsələn burada yoxdur, bunun burasında var. Məndə yoxdur deyir. Sonra burada bunda var, burada yoxdur deyir. Burada var, bunda yoxdur deyir. Burada düzdür, yoxdur, amma burada da yoxdur, amma burada var, amma bizdə yoxdur deyir.
Bu 11-ci sinif qəbul, dim qəbul suallarıdır. 14-cü sual. Dönmüş bir atomlu spirt X-dir. Molekulunda olan karbon atomu sayı 4'dür. Molekulunda ikinci karbon atomunun oksidaşma dərəcəsi -2'dir. Deyir. X-in adlarını müəyyən elə deyir. Burada bir baxmaq lazımdır. 4 karbonu var və ikinci karbon atomunun oksidaşma dərəcəsi 2'dir. Mesela bunu CH3, CH2, COH. Bunu necə eləmək lazımdır ki, ikinci karbon alması doğmuş bir atomlu spirtdir və ikinci karbon atomunun oksidaşma dərəcəsi deyir -2 olsun. Gəl bir baxaq, bunları adlarını yazaq, ona uyğun tapaq. Ada görə yazaq. Birli butil spirti. Birli butil spirti CH3, CH2, CH2, CH2OH. 1, 2, 3, 4. Bəli, 1 və ikinci karbon. İkinci karbonda o hidrogen müsbət 1'dir. Karbon -2 olacaq. Biri birli butil spirti ola bilər. Sonra izobutil spirtinə baxaq. CH3, CH, CH3, CH2 izobutil radikalıdır. Burada bir dənə OH yazıram. 1, ikinci karbon. 1, 2, ikinci karbon müsbət 1. Bura -1 düşür. Olmayacaq. Üçlü butil spirti. Gəlin buradan yazaq. CH3, 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 OH. Burada da 1, 2, 3. Burada -1'dir. Karbonda müsbət 1 düşür. Yəni -2 deyil və olmayacaq. Bir də butanol 2 də olmayacaq. Butanol 2 necə yazırıq? CH3, CH. Burada OH yazıram. CH2, CH3. Burada bir ikinci karbon budur. Bura 0 düşür. Çünki -1 müsbət 1'dir. Bu da olmayacaq. Butanol 1 ola bilər. Budur. Birli butil spirtidir. Cavab 1 və 5 olacaq. 15-ci sual. On beşinci sualda bizə nə deyir? Karbon atomunun oksidaşma dərəcəsinin dəyişməsi var. 3 mol hidrogen gəldi. Buradan alınacaq C6H12. Burada normalda hidrogen müsbət 1'dir. Karbona düşür -1. Burada müsbət 1 olanda bura -2 düşəcək. Yəni -1'dən -2'yə 1'ə getdi D. İkincidə H-nüdə C, bir dəqiqə, 1'ə yazdıq D variantı. 2'də 3 mol gələndə CH xlor 3 üstə gəl 3 mol H xlor. Xlor -1, hidrogen müsbət 1. Burada gələcək -2 müsbət 2. Burada müsbət 1'dir hidrogen, burada -4. -4'dən müsbət 2'yə. B variantı bura getdi. 1'ə D, 2'yə B. 3'də nə olacaq? Suda məhlulu CH2, CH2, 2 dənə xlor, etilen glikol əmələ gətirəcək. Bunlar ayrıca -1'dir, hidrogen müsbət 1'dir, karbon -1'ə. Burada -1, burada da elə -1'dən nəyə gələcək? Dəyişməyəcək. Burada düşəcək C variantı. 16-cı sual. On altıda bizə nə deyir? Metan və karbon qazı. Buradan alınır CO üstə gəl hidrogen. Sintez qaz. CO ilə hidrogenin CH2OH-dır. Sonra C ilə belə ola bilər də bunun CO ilə reaksiyasından belə bir reaksiyası var. X hidrogen deyil. Burada X-imiz CO-dur. Y-imiz hidrogendir. Z-imiz də turşudur, sirkə turşusudur. X hidrogen deyil. Y su da deyil. Z sirkə turşusudur. X dəm qazıdır. Cavab 3, 4, C variantı. 17-ci sual. 17-ci sualda bizə nə deyir? Gəlin baxaq.
Burada fenol verib. Fenolun nitrat turşusundan reaksiyasından trinitrofenoldur. Yəni buradan alınan maddə budur. Gəlin burada yazaq. NO2 pikrin turşusu. Eləmi? Molekulunda 7 oksigen atomu var. Baxaq 6 bir də burada var. 7 bir düzdür. Molekulunda karbon atom 18 hibrid. Bəli, benzol əlqəsindəki karbonlar sp2-dir. sp2-ni də 3-ə vuranda 18. 6 dənə sp2 var burada. Onu da çoğunda 18. Bu da düz. Mürəkkəb efir deyil. Sonra pikrin turşusudur adı. Molekulunda 3 hidrogen atomu var. Biri burada var, biri burada var. Bir de burada var hidrogen. Bəli, 3 tane hidrogeni var. Trotil değil bu. Trotil trinitrotoluoldu. 1, 2, 4, 5 olacak bizim burada cevabımız. Geldi 18. suala. 18'de bize ne deyir? 18'de CH5OH buradan alınır aldehid. CH3, CHO. Mis2 oksidən oksidləşəndə. Sonra aldehidin X-imiz deməli asetaldehiddir. CH3, CHO. Bəs Y-ımız bu da gümüş piroksid amonyakta məhlulu turşu alınır. Yəni asetat turşusu. X və Y maddələr üçün ümumi olan nədir? Molekulun oksigen, hidrogen eyni deyil. Bunda var, burada yoxdur. Karbon, hidrogen, sigma rabitələrinin sayı. Bəli, 3-3. Burada hidrogen fərqlidir. Yox, burada fərqlidir. Baxın, CH3COH-dır. Burada CH3COOH-dır. Bu da fərqlidir. Pi rabitə sayı eynidir. Hər ikisində bir dənə pi var. Ama sırada ikisi de ikinci nümayəndə. Nisbi molekul kütləsi də fərqlidir. Ama sıranın ümumi formulu da eyni deyil uşaqlar. Gəldik 19-cu suala. 19-cu sualda bizə nə deyir? 19-da deyir ki, spirt molekulunda 2 ədəd üçlü karbon atomu var. Olarsa hansı ifadələr doğru deyildi? 2 ədəd üçlü karbon. Baxın, burada onsuz da bu üçlüdür. Desəm yalan olar, bu ikilidir. Bunun 2 dənə üçlü yazmaq üçün bu formada yazsam uşaqlar. Burada nə olacaq? 2 dənə üçlü karbonumuz var. Yəni bu karbonlar üçlüdür. Beynəlxalq nomenklatura ilə 2,4 dimetil pentanol 3'dür. Gəlin baxaq bunun uzun zəncirlə adlandırsam 1, 2, 3, 4, 5. Burada 2,3 dimetil, yox 2,4 dimetil, pentanol 3, bəli 5, pentanol 3'də də OH var. Bu düzdür. Molekulunda bir ədəd ikili karbon atomu var. Bəli, burada bu karbon bəli ikilidir uşaqlar. 1, 2 karbona birləşib. Bu da düzdür. Sonra karbon zənciri şaxəsiz deyil, şaxəlidir. Görsən ki, burada radikallar var. Sonra ikinci karbon atomun oksidaşma dərəcəsi -1'dir. 2'də hidrogen müsbət 1, bura -1 düşür. Bu da düzdür. Dehidratla 2 metil heksen 2 alınmır. 5 karbonumuz var. Pentenli bir şey almalıdır. Bu da səhvdir. Səhvlər soruşur. 3, 5 yəni A variantı. Təzədən paylaşım. Belə. 20. sual. 20. sualda bizə nə deyir? Etanol A deyir, gümüş piroksidlə oksidləşməsindən deyir, alınan gümüşün mol sayı. Burada gümüş güzgü reaksiyasına etanol girəcək. CH3COH və gümüş piroksid, gümüş argentium 2O amonyakta məhlulu. NH3 buradan alınır. Turşu
2 mol gümüş. Yəni bunun kütləsi belə deyək də 44 olanda avtomatik bunun mol sayı olur 2. Bizə verib 0.2 bu da olur x. X eləyir buradan 4.4. Eləmi? Bu 4.4 eləyir. Bu 4.4 eləyirsə gəlin baxaq 102-dir. 4.4 həm də 0.1 moldur. Hərəsindən 0.1 0.1 götürüb 10.2-dən 4.4-ü çıxanda eləyib 5.8. Deməli, ketonun da bura düşən kütləsi 5.8, molu da 0.1-dir. 1 mola x o da neçə eləyir? 58. Ketonlarda da ümumi formulu necə idi? 14-ün üstə gəl 16 bərabərdir 58. 14-ün bərabərdir 42, n də bərabərdir 3. Deməli, burada karbon sayımız da neçə olacaq? 3 olacaq uşaqlar. Belə. Gəldik 21-ci sual. Deyir ki, etilen kalin permanganat məhlul oksidləşməsinin hansı maddə alınır? Etilen glikol. Y variantı. 22. Hansıda yalnız çox atomlu spirtlər göstərilmişdir. Məsələn, bu aldehiddir. A variantı getdi. Burada bir atom olmadı. Burada 2 OH var, 3 OH var, 2 OH. Cavabımız C variantı. Sadə efir. Burada fenoldur bunlar. Bu düzdür. Spirtdir, amma cavab burada C variantı. 23-cü sual. Hansı spirtin deyir? Hansı spirtin? Mis 2 oksidlə oksidləşməsindən aldehid alınır. Bu olmalıdır birli spirt. Birli spirtlərdən aldehid. Məsələn 2-2 bu ikililərdir bunlar böyük ehtimal ki. Radikalı olmasa bu üçlü də ola bilər bu C variantı. Cavabımız orada olacaq D variantı. Çünki birli spirt uşaqlar. Gəldik 24-cü sual. Burada etanolun alüminium oksid, sink oksid katalizator dehidratlaşmasından alınır divinil C4H6. 140 T'dən böyük temperaturda. Buradan alınacaq bu hansı maddədir? 3 dənə karbonu var. Buradan alınacaq propilen C3H6, alken 140-dan böyük, sink, monohalogenli törəmələr 1, 2, 3, 4 karbon. Buradan alınacaq buten 1, yəni C4H8. Deyir, CNH2-nin formuna uyğun gəlməsi. Gəl baxaq, birincisi uyğun gəlmir. A getdi. Bir molekulunda 2 brom molekulla birləşməsi. Yox, burada 2 pi'si var. Buna 2 pi ilə, amma bunlarda 1 pi var. Olmayacaq. Molekulunda 2 pi yenə olmayacaq. Burada bir dənədir. Bunlarda 2 pi'miz var. Polimerləşmə reaksiyasına daxil olmaz. Çünki pi rabitələr var. Ona görə bunlar polimerləşmə reaksiyasına daxil olurlar. Gəldik 25-ci suala. Hansı spirtin 1 molunun artıq miqdarda götürülmüş natriumdan daha çox hidrogen, deməli OH-ı çox olan olacaq. Cavab A variantı. Yəni OH-dan çıxan hidrogenlərdir. Gəldi 26-cı sual. Bayaqki sualın demək olar ki təkrarıdır. Yenə X-imiz, burada X-imiz C2H4'dür, etilendir. Buradakı divinildir, C4H6'dır. Buradakı da propendir, C3H6'dır. Burada da yenə molekulunda polimerləşmə reaksiyası olacaq. Bayaq kimi deyilən. Burada var mı? Yoxdur. 27. Hansı bir molu artıq miqdarı natriumla reaksiya daha çox hidrogen, yenə OH-ın sayı çox olan 1 cavab Y variantı. Gəldi 28-ci sualı. 2 metr propenin hidrogen bromidlə reaksiya məhsuluna natrium hidroksidin suda məhlulu. Baxın, propen deyilsə 1, 2, 3. Burada 2 qat, burada da 2 dənə metilimiz var. Buranda hidrogenlə yazıram. Bunun üstünə gəlirəm. Hidrogen bromid. Buradan nə alınacaq? Hidrogeni çox olana CH3. CH3 bura brom. Buradan da CH3. Sonra deyir, natrium hidroksidin suda məhlulu. Deməli, bu brom yerindən bura 2 qat rabitə yazacağım. Elə bir ki, CH3 idi, CH2, CH3, CH3. Suda məhlulu deyir. Bax, burada
Suda məhlulunda nə edirdik biz? Spirt alınırdı. Bura OH yazırdıq. Bunda 1, 2, 3 olacaq. 2 metil propanol 2. Cavabımız C variantı uşaqlar. Gəldi 29. 29'da istiqamət birinci karbon atomunu biz ayrıca məsələn bunu CH2OH şəklində yaza bilərik. Digəri bizə lazım deyil. Bu birisində CHO-dur. Digərində də COOH-dır. Burada OH ayrıca -1, hidrogen müsbət 1. Karbona nə düşür onda? -1. Burada -2, müsbət 1. Bura düşür müsbət 1. Müsbət 1, -2, -2. Burada müsbət 3 düşəcək yəqin ki. Deməli, getdikcə nə edir? Artır hidrogenin oksidaşma dərəcəsi. 30. Hansıları su ilə müxtəlif cinsli? Yəni, suda əldə olmayan maddə. Birinci nə idi bizim? Birincidən alınır C6H6. Benzol suda əldə olunur. Bəli. Bunu cavab kimi götürəcəm. İkincisi də suda məhlulu spirtdir. C2H5OH. Suda əldə olur, götürməyəcəm. Üçüncüsü də butanın oksigenlə katalitik oksidləşməsindən sirkə turşusunda bununla götürəcəm. Desəm yalan olar, götürməyəcəm. Çünki bu da suda əldə olan maddədir. Sirkə turşusu. Oradan da yalnız X olacaq. Cavabımız D variantı. Gəldik 31-ci suala. 31'də də bunun kimidir? Yəni, burada bayaq dedik, müsbət 3 tapdım bunu. Bunu nə tapdıq burada biz? Bir də yerindən baxaq. Haradaydı bu sual? Burada. Eyni sual, oxşar sual. Müsbət 1. Bir dəqiqə. Birinci karbon. COH. Nə oldu dedik? Müsbət 3 oldu. Buradan CHO. -2, müsbət 1, müsbət 1 oldu. Buradan da CH2OH. Bu da azalır da belə deyək. -1. Bu da olacaq -1. Cavab B variantı. Uşaqlar. 32-ci sual. 32-ci sualda bizə nə deyir? Molekulunda bir ədəd dörtlü karbonu olsun deyir, birli spirt olsun deyir. Dörtlü karbon, birli spirt. Bir ədəd. Burada 2 ədəd var. Olmadı. Burada ümumiyyətlə 4'lü yoxdur. Burada 4'lü var, birli spirtdir. Cavab bu olacaq. 4'lü var, bu ikili spirtdir. Çünki OH-ın birləşdiyi karbon 2 karbon. Burada 4'lü karbon yox. 33-cü sual. Nə ilə CO-dur X-imiz uşaqlar. Yəni X maddəsi CO-dur. Orada baxanda bilinir. CO ilə hidrogen reaksiyasından alınır metanol. Metanolla da CH3O natrium. Yəni natriumla reaksiyasından. Burada da X nədir? X-imiz metanolla CO da CH3COH asetat turşusudur. Adi şərtdə hidrogen rabitəsi əmələ gətirir. Təbii ki, X-imiz spirt, bir də Y-imiz XY. Turşu, karbon turşusu. 35-ci sual. 35-ci sualda bizə nə deyir? Baxaq. 35'də deyir ki, ümumiyyətcə etanolun burada parçalanma, katalitik parçalanma məhsullarını verib bizə. Biz burada nə edəcəyik? Bir gəlin yazın, baxaq. Məsələn, biri var, tutaq ki, 3 məhsul olan C2H5OH olur, belə deyək də, divinil alınır. Eləmi? Lebedev reaksiyasıdır. Hidrogen alınır, bir də su alınır. Sonra 2 məhsul olanlardan da C2H5OH 140'dan böyük temperaturda sulfat turşusu iştirakı ilə C2H4 etilen və su alınacaq.
Bir də S2H5OH-ın 425 dərəcə alüminium oksid, sink oksid katalizatoru ilə, yox, bu deyil, üzr istəyirəm. Bu yuxarıdaydı. 140-dan kiçik temperaturda qat sulfat turşusu alınırdı. S2H5O, S2H5, bir də su. Sadə efir. Deyir ki, X molekuluna karbon atomu, karbonun qeyri-hibridi pi deməkdir. İndi X-da var pi. X harda var? Birində var da, elə deyilmi? Başqa bunlarda X-da var pi və 3 məhsul olsun. X-da pi, qeyri-hibrid, X-ımız divinildir. Yəni, bunu tapdım. Gəldik, L-də yoxdur deyir. L hardadır? Buradadır. Yəni, bizim alınan bu etilendir. Etilenin pisi olduğuna görə, deməli, L-imizdə sadə efirdir. Çünki pisi yoxdur, yəni. L-imizdə sadə efirdir. L sadə efirdirsə, hara getdi? Burada. Ortaq olan Y-ımız var. İkisində də, hətta üçündə də. Su olacaq onda. Y-ımız su olacaq. Y da burada yoxdur. T lazımdır bizə. Y su, T'miz də nə olacaq? Z-imiz Y sursa Z hidrogendir. Bu da D etil efirdir. Cavabımız D variantı. Gəldik 36-cı suala. Dönmüş 2 atomlu spirt verib bizə. Molekulunda karbon atomlarının sayı N'dir, alkan. Dönmüş 2 atomlu spirtlərin ümumi formulu nə olacaq? CnH2nOH2. Formulu da 14'ün üstəgəl 34. Alkanlarda Cn, H2n üstəgəl 2. Bu da olacaq 14'ün üstəgəl 2. Fərqimiz nə qədərdir? Mx da bərabərdir. M çıx 32. A variantı. Yəni buradan fərqi görsənir. 37-ci sual. Burada su çıxıbdır və sulfat turşusu bu olacaq alkin. Yəni X maddəmiz buradan yazım mən. CH2, C, CH3, CH3. Yəni X maddəmiz bizim budur. Üstünə H-xlor gələndə hidrogeni çox olana, yəni burada CH2-yə hidrogen, xlorda ortaya. CH3, C, xlor, CH3, bir dənə də CH3. Üstünə natrium gələndə hansı maddə alınacaq? Buradan yazacağım. Yəni CH3, C, CH3, CH3'dür də bura xlora qədər olan yer. Natriumla reaksiyasında da yazmıram. Burada Würz reaksiyasıdır. Özünü bir də yazırıq. Bu forma. Düzmü? Burada da bizdən nə deyir? sp3 hibrid orbitalların sayını 1, 2, 3, 4. 8 karbonumuz var. 8 də sp3 4n olduğuna görə 8 vur 4, 32. 1'ə getdi A. Sigma rabitə sayı. Sigma rabitəsi 3n plus 1 idi də bunlarında. 3n üstəgəl 2 ümumi, çünki alkandı. CnH2n üstəgəl 2'dir. Ümumi atom sayı 3n üstəgəl 2'dir. Buradan da 24 üstəgəl 1, 25 D variantı. Birli karbon atomu sayı bax 1, 2, 3, 4, 5, 6, yəni B variantı. Gəldik 38-ci suala. Nə deyir bizə 38-ci sualda? Bax, X-dan Y alınıb mis 2 oksidlə, onun hidrogenləşməsindən X alınıb. Yəni bu spirt aldehid məsələsidir. Spirtlərin oksidləşməsindən aldehid alınır. Aldehid hidrogenləşməsindən spirt alınır. Bax, butanol 2 ikili spirtdir. Bundan alınacaq keton. Yəni butanol 2. Yəni keton alınacaq. 1'ə 4 veya 1'ə 4. 2 metil propanol birdən oksidləşməsindən X-dan.
2 metil propanal alınacaq. Yəni 5'e də 2 düşürdü, elə deyilmi? Bəli. Yoxsa bir dəqiqə. Gəldik spirt oksidləşməsindən. Y-ımızda 4 alındı. İndi spirt bizdə 2 metil propanol 1'dən 2 metil propan alınacaq. Hə, buradan alacaq propanol 3 karbon. 3'e də 2. Cavabımız A variantı. Otuz dokuz. 39'da bu Lebedev reaksiyasıdır. X'ımız olur divinil. Divinilin xlorla reaksiyası sıfırdan böyük 1-2 vəziyyət. Yəni Y-ımız olacaq CH2 xlor, CH, belə deyək də, burada xlor, 2 dənə xlor gəlir, CH2. Sonra 1 mol kalium hidroksiddən də xlor gedəcək. Bura 2 qat rabitə, hidrogen gedəcək. Bu da xlorprin alınacaq. Yəni cavabımız C variantı. Gəldik 40-cı sual. Doymuş bir atomlu spirtdir. Sulfat su 140'dan böyük temperaturda alkin, H-xlorla alkanın xlorlu törəməsi, natriumla da alkan. Zetimiz alkandır. Vürs reaksiyası. Zet alkan olsarda 4-cü nümayəndədirsə bu 2'ye bu 2-ci nümayəndədir. 2 bu da 2'dir. Neçənci nümayə? 2-ci. Yox mu cavab? Var. A variantı. Burada da 6'dırsa bura düşür 3. Çünki vürsdə 2'ye vururuq. 3-cü nümayəndə. 42'də bayaq baxdıq buna biz. Propanol 1'dən propanal alınacaq. Yəni 1'e 4'dür. Bir də propanol 2'dən də propanol 3'e də 2. Cavab D variantı. Birli spirtlərdən aldıyıq, ikili spirtlərdən keton. Burada da gəlin baxaq. Buradan 140'dan böyük etilendir. C2H4 bromla C2H4 brom 2. Buradan alınacaq bu asetilen. Asetilenlə 2 dənə olanda bu dimerləşmədir. Vinil asetilen. Cavabımız yox mu? Var. C variantı. 44. Nə deyir bizə 44'də? Doymuş spirt X spirtin mol miqdarı 0,1'dir. Natrium metanol reaksiyasının anlayıdır. Deməli bu 2 atomlu spirt. Yəni bu spirt CN H2NOH2'dir. Çünki bir atomlulardan natriumdan söhbət spirt 1 olsun, natrium artıq. 1'in yarısı 0,5 hidrogen çıxır. 2 atomlulardan 2'in yarısı 1H2 çıxır. 3 atomlulardan 3'ün yarısı 1,5 mol. Burada 0,1'e 0,1'dirsə deməli ikili spirtdən gedir. Alınan natrium alkoqolyatın kütləsi. Burada 0,1'e 10,6'dırsa 1'e X-dir, o deyir 106. Söhbət gedir CN, H2N, O natriumdan və 2. Bundan gedir uşaqlar söhbət. Deməli bunun biz kütləsini tapmalıyıq. Bu üzər nədir burada? 14N budur. 14N'dir. Üstə gəl 23, o da 16. 23'dən 16 toplayanda 9, 39 2'ye vuranda 78 bərabərdir 106. 14N bərabərdir 106'dan 78 çıxın